Allah şeytanı dərgahından qovur. Necə olur ki, şeytan cənnətə daxil olur və Adəmi azdırır. Şeytan, söhbət iblisdən gedir də. İblis 1000 illərlə Allaha ibadət elədi. İblis çox elmli idi, çox bilirdi. İndi insanlar var, iblisdən də çox bilirlər. Mərhum Nəsiminin bir dənə beyti var, deyir ki, İnsi cinnin dilini gerçi Süleyman bildi, sən bilən dili bugün, yəni Süleyman nə bilir? Nəsimi deyir ki, Allah Süleyman Peyğəmbərə bir qüdrət vermişdi ki, həm cinlər, həm insanlar, həm heyvanat danışanda o qulaq asırdı, onların danışıqların başa düşürdü. Deyir, indiki insanlarda o qədər hiylə, o qədər kələk, o qədər zahir, batin əmələ gəlib ki, onlar biri-biri ilə danışanda Süleyman Peyğəmbər gəlib əyləşib, onların danışığına qulaq atsa, onların danışığından baş açmayacaq. İnsi cinnin dilini gerçi Süleyman bildi, sən bilən dili bugün, yəni Süleyman nə bilir? İnsanlar var, şeytandan 5 pay üstün hiləgərdilər. Elə insanlar var həyatda. İblisə ki, lənət oxundu, Adəmə səcdə eləmədiyinə görə, bütün mələkələr iblisə lənət oxuyanda, iblis dedi, ilahi, sən ədalətlisən, sən kəramətlisən, sən xaliksən, mən məxluq. Sən eyibsizsən, mən eyibliyəm. İlahi, mən sənə ibadət eləmişəm. Bir hal ki, məni lənət deyirsən, müzdümü ver. Zəhmət haqqımı ver də. Elədir, biri gedib bir yerdə işləyəndə, evinə gələndə müzdün alır. Müzd verilməsə ədalət pozular. Allah dedi, nə istəyirsən? İblis dedi, 3 şey. Bütün elədiyim ibadətlərə, zikirlərə görə 3 şey istəyirəm. 1. Qiyamətə qədər məni öldürmə. Gəzim dolanım. 2. Qüdrət ver. Bütün məxluqətin sifətinə girə bilim. Allah buyurdu, verdim. Amma mələklərin, peyğəmbərlərin, möminlərin